Mark Twain 1835-ci il noyabrın 30-da Missuri ştatındakı Hannibal qəsəbəsi yaxınlığında kiçik Florida kəndində anadan olmuşdur. Yazıcı öz erkən yaradıcılığı ilə bütün ABŞ ədəbiyyatının istiqamətini dəyişmişdir. Onun ilk əsərləri öz kəskinliyi, ifşa edici mahiyyəti ilə diqqəti cəlb edirdi. Erkən yaradıcılıq dövrünün məhsulu olan Daçnikdə qətil skeçlər, bir pərdəli komediyalar məhz yazıcının ictimai faydalı iş görmək inancının nəticəsini kimi qiymətlidir. Mark Twainin yaradıcılığını üç dövrə bölmək olar. Onun bir yazıcı kimi formalaşıb ümumxalq məhəbbəti qazanması yaradıcılığın birinci dövrünə təsadüf edir. Amma əsl şöhrəti ikinci dövrdə, 19-cu əsrin 70-ci, 80-ci illərində qələmə aldığı iri həcmli əsərləri gətirmişdir. Tom Sawyer'ın macəraları, Avara adam xaricdə, Şahzadə və Dilənçi və Huckleberry Finn'in macəraları əsərlərində müəllif hadisələri incə, zərif yumor hissi ilə qələmə almışdır və oxucunun mühakiməsinə verilən problemlər yadda qalır və düşündürür. Mark Twainin fəaliyyəti təkcə ədəbi əsər yazmaqla bitməmişdir. O, fəal həyat mövqeyini tutan ziyalı idi. 1885-ci ildə ABŞ prezidentinə yazdığı məktubunda yazıcı qərbdə yaşayan hindulara qarşı hakimiyyət dairələrinin vəhşi münasibətinə ciddi etirazını bildirmiş, özbaşınalığa son qoyulmasını tələb etmişdir. Mark Twainin bu mübariz əhvalı, humanist mövqeyi qələmə aldığı əsərlərin hamısını vahid leytmotivində birləşdirir. Yazıcı 1910-cu il aprel ayının 21-də vəfat etmişdir.